Bu yaxınlarda qarşıma belə bir video çıxmışdı ki, rinoplastikdən sonra oğlanın psixoloji vəziyyəti, psixi durumu bir balaca pozulub və aqressiya göstərir, evdəkiləri incidir. Bu nə qədər doğrudur? Belə bir şeyin olması mümkündürmü, yoxsa yox? Çox rast gəlinən bir şeydir əslində. Xahiş edirəm, mövzuya toxunun. Bilirsiniz nə üçün? Yəni əvvəldən bu siz dediyiniz kimi psixoloji durumu mütləq şəkildə belə həssas olan adamlar məsələn bilmir. Əslində psixoloji durum əməliyyatdan əvvəl dəyərləndirilməlidir. Elə insan var ki, sən ona necə gözəl bir burun düzəltsən də, o sonra özünün depressiv halı ilə mi bağlı olaraq, ya xarakteri ilə bağlı olaraqmı, ya neyinəsə bağlı sənə müraciət edib onu üstündə dayana bilər və psixoloji narahatlıqla keçirə bilər. Ona görə birinci psixoloji durumu pasiyentin dəyərləndirilməlidir. Bu əsas şərtlərdən biridir. Ancaq çox vaxt narkozda istifadə olunan dərmanların düzgün dozalanmaması ilə mən bağlayıram, əlaqələndirirəm bunu ki, ola bilər. Ola bilər. Belə şeylərə rast gəlinə bilər və bir də ola bilər bununla həqiqətən də narazı olsun pasiyent. Və bu narazılıqla da əlaqədar depressiyaya da girə bilər, aqressiv də həkimlə danışa bilər, evdəkilərə də aqressivlik göstərə bilər. Yəni dərəcəsinə baxır. Görünüşündən narazı qaldığı üçün bu münasibəti göstərə bilər. O da ola bilər. Yəni dərəcəyə bağlıdır. Hansı dərəcədə aqressivdir insan? Ya həqiqətən ümumi psixikası pozulub. Yəni baxır vəziyyətə. Vəziyyətə. Bu